Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesab olunur? Mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat Aza bildirib ki, şəxsi həyatın toxunulmazlığının pozulması dedikdə şəxsin razı olmadan onun şəxsi və ya ailə həyatı ilə bağlı məlumatların yayılması, yazışmaların oxunması və izinsiz müşahidə edilməsi nəzərdə tutulur. Stat: bu hüququn pozulması Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır. Belə ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi və ailə həyatının sirri hesab edilən məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, video və foto materiallarının, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi 1000 manatdan 2000 manata dək cərimə, 240 saatdan 480 saata dək ictimai işlər və ya 1 ilə dək islah işləri ilə cəzalandırıla bilər.